Salam, sabahınız xeyir olsun. Ayaqdan oyanmağa çalışıram, amma heç cürə özümə gələ bilmirəm, çünki daha az yatmışam. İstərdim ki, saat 1-ə 2-yə qədər yatım, amma eyni zamanda da bugün çox maraqlı gün gözləyir bizi. Bugün Koreya Mədəniyyət Günü belə adlandıraq. Koreyalıların təşkil etdiyi tədbirə gedəcəyik. Sizi də özümüzlə aparacağıq ki, orada ola bilməyənlər bu videonu izləsinlər və heç olmasa biraz da olsa özünü orada hiss etsinlər. Əslində saçlarımı axşamdan yuduğum üçün buruqları tamamilə bərbad şəklə düşüb də mən yatanda özümü kontrol edə bilmirəm və min dəfə də ora-bura çönürəm. Saçlarım, yəni buruqları demək olar qalmayıb, açılıb. İndi düşünürəm ki, nə edeyim, vaxtım azdır. Bəlkə sadəcə su vurum, tez musla düzəldim, yoxsa tez yenə başımı yuyum. Qaldım belə. Bir tərəfdən də qaşlarımın rəngi artıq tündləşib. Mən də qaşlarım tünd olanda sevmirəm. Burada tam görünmür. Burada yaxşıdır əslində. Əgər elədirsə saxlayım, çünki o qədər də çox vaxtım yoxdur. Bir dənə səhər yeməyi yeyib, əslində geyinib, tez makiyaj eləyib çıxmalıyam. Amma hansı bir çatdırım. Mən gördüm ki, artıq çatdırmayacağım, gecikəcəm və istəmədim ki, gecikək tədbirə. Dedim, 10 səni də götürüm. Metrodan onu götürəcəm, ona görə taksi sifariş verdim. 여기는 유라예요. 어머나도 유라. 선생님은 주희. 어머나도 주희. 그리고 보조 선생님으로 이은쌤. 일어나세요. 이은쌤. 네, 일만. 그래서 한번 시작해 볼 건데요. 요거를 나눠 가지시면 될 것 같거든요. 원하는 색으로. Ben biraz etkilemeye çalışırım. Benim gösterir. 요거에서 요 구멍으로 나와요. 여기 이걸 꽂으시면 돼요. 그다음에 쫙 당겨요. 굉장한 거를 얘를 여기다가 Düğün evleri. Sadece dikkatli olmak lazım da iğne. Mesafe olsun. 첫 번째 레드비 완전 긴 거. 네, 우리가 한 번만 더. 사진의 진심. 오케이. 첫 번째 사진 머리 머리 때문에 요렇게 가까이 오케이. 아니요. 하나, 둘, 셋. 오케이, 좋아요. Bura fatak oldu ve burada geçen şekilde sonra onları bezeyeceğiz. Ne? Burada da dersimiz. Burada da görüşümüz geçir. Hal-hazırda braslet düzəldirik. Nələrsə andırmaya çalışırıq burada. Bilmirəm nə qədər nə dərəcədə düzgün edirəm. 왜 이렇게 짧지? 아, 도와드릴게요. 네. 이렇게 매일매일 하나. 이거 반대편도 똑같이 해야 돼요. 밑에 이렇게 하고 이거에 맞추면 돼요. 밑으로 얘를 이걸로 하면 얘를 들고 얘를 중앙에 맞춰서 여기서 밑에서 위로. 여기다 쭉 당기면 다시 얘를 이쪽으로 옮길게요. 완성. 그다음에 맞아요. 언니부터 artık braslet. Herkese hazırlayın. 좋아요. Yarım saat ettikten sonra şimdi başa düştüm ki ne etmeye lazımdı. 이거는 그다음에 얘도 잘라요. 반대편. Hangi
düşündüm ki artıq bitdi son halında, amma bağlamaq üçün, yəni bağlamaq üçün yenə eləmək lazımdır. Çox yoruldum. Çox pis olduğuna görə fokuslana bilmirəm. Artıq məsələm çatır. Mən itələyim əsasında. 같이 찍었어요, 사진. 같이 아니 찍은 거 여기 새마을 같이 찍었어요. nihayet ki hazırdır. Nihayet. Ama geçengidi. Eğri olsa da. Nasıl? Şekil şekil. Bakın burada dırnaklarımızı düzeltebilirsiniz, manikür edebilirsiniz. Ben de geldiler. 장소 바꿔요? Şimdi aslında zamandı ama sonra növbəti masterclass'a keçirik. Necəsiz? Yoruldunuz? Ha. Kayıt, Azerbaycan. Çekim hazırdı. Bilseydim başka cür çektirerdim. Hediye bize bir dekorlar payladılar. Şektim. Lazım olsa sizden uğrayabilirim. Siz de benden uğrayabilirsiniz. Bilirsiniz ne yiyebilirik? Uyğunlaşdıra bilərik də. Amma əslində qəşəng. Səninki daha yaxşıdır məncə. Mənə elə bil ki, üzümü böyüdüblər, qoyublar. 쉐킬리니스 그리고 두 번째는 흰지우스. Heç kəsin şəkili xoşuna gəlmiş bu arada. 이용해서 꾸미는 방법이에요. Türkiye'nin siz bezeyebilirsiniz. Ha, burada gəlirlər. Baxın. 영상으로 Tamam. Videoya bakın. Aha. Gelbrun. Sonra üstünde böyle tat koyabilirsiniz. 그리고 세 번째 방법은 Üçüncüsü. 이 모두를 이용해서 Məncə 꾸미는 şimdi 방법이에요. hamısı. Birincisi, heç kəs öz şəklini bəyənmir. İkincisi də hamı qərara gəldi ki, ancaq biri ilə yetərlənə bilməliyik də. Bütün üsullardan istifadə edib bəzəyəcək. Belə, bunu qopardık. İsterseniz eve gidin. 여러 가지 팩지 중에서 고를 수 있어요. 어떤 게 마음에 들어요? 네, 모양을 고르면 됩니다. Fərqli formalar da var. 이렇게 있어요. 별 모양, 기다란 모양, 뭐 이런 거. Sonra 이걸로 할래요? 네. o nedir ki, mən çox abart eləməyəcəm, amma mən söz verə bilmərəm. Mən sadəlif qıstayım. Bu mənim şəkilim. Bunu bəzəməliyik. Sözünü düşürtməyərəm. Aferin. Bunu en iyi mermaid, balık, ilan. Numuneye bakacağım. Ben bunları seçmişim. Cəmiyyətə uyğun. Demək olar ki, hazır. Düşünürəm bunu yapışdırırım, yoxsa başqa nəsə. Aktivite pirango. Çalışıyorsun. Tam ihtiyacım olan buydu. Bunu yapıştırar. Hazırdır. Bakın, kurusun. Bir an istifadə edə bilərəm.
şəkillər də var. Amma artıq gecdir. Kamsamızda mənə belə the best. Çekoya the best deməyə deyən ən yaxşı. 이거 줄게. 저도 잘 모르겠어요. 여기 나왔어요. 예뻐요? 네. 네. 이거 예뻐. 나이가 어떻게 되세요? 나이가 10살. 10살. 너무 어리네요. Bakalım. Gülümsü. Çoktan da gözlemek istedim ve dedim ki Azerbaycan'da Türkçe olsaydı keşke. Çünkü kariyerde yediğimin daha hele zamanında kalır. 저게 그래. 우리나라 농촌 스타일. 네네 알죠. 근데 이거 팥빙수 아니죠? 팥빙수 같은 건데. 아, 맞아요. 컵. 팥빙수. 네네네. 네네. Burada 팥빙sunun stəkanda olan variantıdır. Koreyə getsəniz mütləq bingsunun dadına baxın. Çox gözəl dadı var. Koreyə bingsusunun dadına baxın. Bu bilirsiniz nədir? Üydülmüş. Lod nədir? Ice, buz. Bu üydülmüş buzdur əsasən. Koreya dolandı üstünə dondurma da qoyurlar topping olaraq və içində də patdır, yəni lobya. Tatlı. Tadına baxaq. Annem burada sticker seçir. Mən öyrəm də belə kyombokun falan olan stickerlərdən ötürü. Bu bilmirəm nədirsə çox dadlıdır. Bu dog imiş. Tteokbokki əlavə olunan dog. Onun şirniyyat variantları da var. Yəni tək tteokbokkidə istifadə olunmur. Maraqlıdır. Burada başqa cür dad verir. Azerbaycanlılarla aşırı Çok sarıldım. Görüşürüne çok sarıldım. Kore'dadır. Bence yaşlıdır. Birçok şeyler var. Deməli belə tədbir sona çatdı. Necə idi Onni? Əla. Əla. Çox bəyəndik, maraqlı vaxt keçirdik. Düzdür, ucu təsəvvür elədim ki, qış vaxtı, payız vaxtı sərin havada oturursan, nəsə maraqlı şeylər elirsən, onda ayrı yeri var. Çünki biz birinci girdiyimiz otaq balaca idi və insanlar çox idi, aydın məsələdir. Kondisioner isə yalnız dəhlizdə idi, ona görə hamı istəyirdi. Amma sonra digər hissədə artıq fokuslana bildim, tam istədiyim kimi baxın. Bunu bəziyə bildim. Amma hələm də qurumayıb, əlimizdə belə daşıyırıq, baxın. Nay 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 nay. Orada müəllimdən soruşdum ki, bir paketdən falan nəsə də kulok var, qoyaqca. O da dedi ki, yoxdur. Onsuz da yapışacaq, gərək belə daşıyasınız da, dedim hə, başqa cür əlacımız yoxdur. Çoxdan bu tərəflərdə olmurdum, çox darıxmışam. Bura bizim üçün doğma məkanı oldu həmişə. Məktəbimiz burada olub. Nənəgilin evi, mamanın işi, atamın işi yaxınlıqda olub. Özümüz neçə il burada yaşamışıq. 5 il düz Bakı Dövlət tərəfdə, orada elmlərdə yaşamışıq deyənə. Buralar çox doğmadır və universiteti də həmçinin də Bakı Dövləti bitirmişəm. Neçə vaxtdır buralara gəlmirəm, bilmirəm nələr var, nələr yox. Ona görə nənə rəhmətə gedəndən sonra da bu tərəflərə ümumiyyətlə demək olar ki, gəlmirik. Ancaq yoldan keçəndə görürəm ki, nələrsə açılıb yeni bir məkanlar və s. Ona görə belə baxıram, adam biraz nostalji hissləri keçirir. İndi gedirik Librafa, oradan kitab baxacağam. Çox vaxtım yoxdur, çünki axşam ad günündəyəm. Və bu möhtəşəm ramka, bilmirəm nə vaxt quruyacaqsa, günün altında indi belə gedirik. Gedək Librafın elə özündən bəlkə paket götürək ki, kuloku qoyaq, heç olmasın da metroda fırç olmasın, püskünə qalmasın.
Doğma Hüseyin Cavid Parkı. Uşaqlıqda həmişə bura gələrdik. Nənə bizi gətirərdi, xala gətirərdi, mama gil. Burada oyun oynayardıq, maşın sürərdik. Üzbəyiz Akademiya bağı da var. Ora maşın sürməyə gedərdik. Baxın, bu maşınlardan sürərdik əvvəllər. Yaxşı ki, bura çox dəyişmir. Bəzi məkanlar açılır. Amma ümumilikdə, yəni həmin ab-hava qalıb. Düzdür, ətrafda yeni binalar və s. tikilib. Amma yenə də demək olar eynidir park. Librafın Park Akademiya filialına gəldik. Baxın, bura dəyişib. Əvvəllər belə deyildi. Biraz dəyişdiriblər. Kafe ayrıdır. Əvvəllər bu hissə kafe idi. Digər hissədə isə kitablar idi. Amma ayrıdır. Əslində pis fikir deyil ki, ayrı-ayrılıqda olsun da bir-birinə mane olmasın heç kəs. Gəldim ən sevdiyim hissəyə. Mütləq həmişə yoxlamalıyam. Dillərə aid kitablar. Və fərqli dillərdə danışmaq əslində bir tərəfdən çətindir. Fokusun yayınır. Fərqli dil öyrənmək istəyir. Ümumiyyətlə poliglot kimi həyat yaşamaq həm asandır bəzi cəhətdən, amma həm də bəzi cəhətlərdən yox. Çünki beyinə o qədər çoxlu məlumatlar gedir ki. Bura indi üstülə çıxaq qalxaq. Baxın, maraqlı bir kitabdır. 5 dildə. Alman, İngilis, İtalyan, Fransız və İspan dilində eyni anda sözlərdir. Lüğət kimi, amma foto lüğətdir. 36 manat. Amma 5 dil olduğuna görə indi buna vermək olar bu qədərini. Koreya dili öyrənənlər üçün, amma sıfırdan olmayanda davam edənlər üçün rus dilində belə bir kitab var. Faydalı ifadələrlə. Düzdür, bunu tək sırf bu kitabla öyrənmək məsləhət görməzdim. Sadəcə olaraq söz bazasını artırmaq üçün yaxşıdır. Pis deyil. Həm də mövzulara bölünüb deyənə yaxşıdır. Belə bir kitab tapdım. Çox maraqlı görünür. İçinə baxın aslında. Çox maraqlı görünür. Prosta qiyməti çox yüksəkdir. Məncə 18 manatdır da demək olar. Düzdür, əslində belə kitabı məncə dəyər, amma içində əsasən sözlərdir. Qrammatika falan çox da yoxdur. Bir də nəyə bəyənmədim, bilənlər bilər. Var, yəni hiragana, katakana, kanjida, yəni Yapon dilində 3 əlifba var. Kanji hierogliflərdir. Və burada hieroglifin məsələn açıqlaması yoxdur da. Aşağıda Yapon hərfi ilə yazmayıb, sırf rus hərfi ilə yazıb. Ona görə bu biraz məncə narahat ola bilər bu baxımdan. Amma ümumilikdə çox gözəl rəngarəngdədir. Düşünürəm bəlkə alım, saxlayım Yapon dilini yeniləyəndə yenə davam edərəm bu kitabdan. Çox qəşəngdir çünki. Qrammatikaya aid ən sonda var imiş, amma çox azdır da baxın, yəni bir neçə səhifədir. Əsasən fokus bu kitabda məlumat verməkdir mədəniyyət haqqında, hansısa bayramlar və ümumilikdə sözlərdir. Amma yenə də çox qəşəngdir, şirindir. Bəlkə alım, nə deyirsiniz? Hətta baxın, Gürcü dilinə aid belə kitab var. Azərbaycan dilində maraqlıdır. Kitablar get-gedə çoxalır. Əvvəllər mən Koreya dilini öyrənmək üçün 1000 dənə mağazaya baxırdım, amma kitab tapırdım. Amma indi görün nə qədər kitablar var. Hamısı düzdür, tərifləyə biləcəyim, məsləhət görə biləcəyim çox deyil, amma yenə də. Yox, mən bu kitabı istəyirəm. Fikrim qalacaq bu kitabda və sonra tapmayanda pis olacağım. Alım, eyb yox. Qoyum qırağa, bu da mənim üçün motivasiya olsun ki, Japon dilinə davam edək. Bu şəklimizi də bilmirik harara qoyaq. Marketdən kulok almışam. İndi buradan Librafdan mini kulok alacağım ki, hayf olmasın. Səncə dəyərmi? Üstü qəşəng. Üstü qəşəng. O maraqlı kitabdır da. 18 manat. 18 manat vermişəm. Təriflə. Çox gözəldir, hə? Çox. Baxın, buranı nə qəşəng düzəldiblər. İndi daha yaxşı olub. Sırf
bilmir ki kafedir. Şort. Sağ olun. Baxın, bayaq mənə çatdı ki, sən demə buranı friend ediblər, friend kafe. Deməli, alışverişimizi etdik, kitab alışverişini. İndi qaçmalıyam evə, gedim, qəşəncə saçlarımı normal bir də salım. Çatdırsam, gücüm qalsa, ümid edirəm ki, qalar. Çünki axşam ad günündəyik hələ. Artıq gəldik ad gününə. İnanın, üstüdən elə pis olmuşdum ki. Смотри сюда, Софа. Привет. Ты кто? Папа. Фофа. А я кто? Эми. Опа, тебя тоже накормлю, хорошо? А? Ага, ты снимаешь. Haydi yarın bize gelende gece uzun üzüye boyuna oyna bakın boyuna o gün olsun biz gelek subayların. Muhabbet gurbete gidermiş bilmezdim bilmezdim bilmezdim. Dikkatli şu minnettarım. Dünyada en güzel medeniyet dinleme medeniyetidir. Bu da değerli olanlarımızın her birine mevcuttur. Her birinize teşekkür ederim, her birinize minnettarlığımı bildiren. Gecemizde devam edir təbrikimiz var. Müsale Hanım, gelin Müsale Hanım'ı alkışlaya xahiş edirəm. 50 yüreğiniz mübarek olsun, 100 yaşayın. Bir 50 de üstüne gelsin inşallah. Müsale Hanım, tebrik edirik sizi. Size can sağlığı, uzun ömür arzu edirik. Yeni yaşınız mübarek olsun. Bəli, gecemiz de devam edir.